Bugünkü buraxılışımızda heyvandarlıq sahəsində olduqca vacib və aktual mövzulardan biri heyvanların identifikasiyası haqqında danışırıq. Bütün təsərrüfat sahiblərinin, heyvan mülkiyyətçilərinin, bizim dəyərli kənd təsərrüfatı sahəsində çalışan sahibkarların dilindən düşməyən bir mövzu var, identifikasiya. Hər bir heyvan və heyvan qrupu haqqında məlumatlar da oradan əldə edilir. Heyvan bazarlarındakı vəziyyət. Ümumiyyətlə heyvan bazarlarına bağlı məncə əminəm ki, mənə olduğu qədər bütün insanlara bu hissə maraqlıdır. Təmasda olursa, deməli bu xəstəlik yoluxdura bilər, bəli. Aha. Deməli bizə heyvanın izlənilməsini təmin etmək üçün yeganə vasitə kimi, alət kimi identifikasiya əhəmiyyətlidir. Siz belə dedikcə mən də beynimdə canlanmağa başladı və düşündüm ki, burada əslində sahibkarlara çox böyük bir öhdəlik və məsuliyyət düşür. Vaxtı ilə qənaətbəxş olmaması, bəli. Bazarlardakı infrastrukturun mövcud vəziyyətinin müasir tələblərə cavab verməməsi səbəbindən həmin bazarların, yəni heyvan satışı bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Heyvan itibsə, onun deməli üzərində mülkiyyət hüququna sübut kimi identifikasiya nömrəsindən istifadə oluna bilər. Əziz izləyicilər, dəyərli dostlar, qısa bir fasilədən sonra qidanın nəbzindən sizi yenidən salamlayırıq. Bugünkü buraxılışımızda heyvandarlıq sahəsində olduqca vacib və aktual mövzulardan biri heyvanların identifikasiyası haqqında danışırıq. Bəlkə də çoxları üçün bu anlayış sadəcə qeydiyyat kimi görünə bilər. Amma əslində identifikasiya sistemi heyvanların sağlamlığının izlənilməsi, xəstəliklərinin qarşısının alınması və ən əsası qida təhlükəsinin təmin olunması baxımından mühüm rol oynayır. Bu mövzunu daha dərindən müzakirə etmək üçün studiyamızda xüsusi qonaq var və birlikdə həm identifikasiya üsullarına, həm də bu sahədə mövcud olan tələblərə aydınlıq gətirəcəyik. İndi isə keçid almaq istəyirəm qonağımıza. Qonağımız Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənmə Mərkəzinin müdiri Yavər bəy Məmmədovdur. Salamlayıram sizi. Salam. Xoş gördük. Öncəliklə dəvətimizi qəbul edib iştirak elədiyiniz üçün təşəkkür edirəm və zaman itirmədən istəyirəm ki, mövzumuza keçək. Son günlər başda qeyd elədiyimiz kimi çox aktual və önəmli mövzulardan biridir. Həm heyvan sağlamlığı, həm də heyvanların identifikasiyası. Gəlin ilk öncə buna aydınlıq gətirək. İdentifikasiya ümumiyyətlə nə deməkdir? Çox sağ olun, təşəkkür edirəm dəvət etdiyiniz üçün. Bəli, bu günləri bizim demək gündəmi zəbt edən bir anlayış var. Bütün təsərrüfat sahiblərinin, heyvan mülkiyyətçilərinin, bizim dəyərli kənd təsərrüfatı sahəsində çalışan sahibkarların dilindən düşməyən bir mövzu var, identifikasiya. Bəli. Bu identifikasiya ümumiyyətlə tək indinin məsələsi deyil, bu tarixən belə olub. Zamanında heyvanları müxtəlif cürə işarələməklə, nə bilim, müxtəlif yanaşma metodları tətbiq eləməklə onların tanınmasını və onlar üzərindəki mülkiyyət hüququnu təmin etmək üçün bu üsullardan istifadə ediblər. Ancaq bu günləri müasir zamandır, artıq identifikasiyadan əsas təyinatı üzrə, yəni heyvanların xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədi ilə istifadə olunur. Bəli. Bu ondan ibarətdir ki, yəni hər bir heyvan fərdi qaydada nömrələnir, xüsusi tanınma nömrəsi alır və həmin heyvanın izlənilməsi təmin olunur. Onun keçirdiyi xəstəliklər, onun vurulmuş peyvəndlər, aldığı müalicələr hamısı onun adında qeydiyyata alınır. Bəli. Bu qeydiyyat əsasnaməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş, avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi və onun alt modulu olan heyvanların qeydiyyatı sistemi tərəfindən həyata keçirilir. Orada baza, orada formalaşır və hər bir heyvan və heyvan qrupu haqqında məlumatlar da oradan əldə edilir. Onun xəstəliyi, vəziyyəti, bugünkü gün onun sağlamlıq durumu haqqında məlumatlar məhz həmin identifikasiya nömrəsinə bağlı olaraq həmin bazada qeydiyyata alınır. Aha, çox gözəl. Gəlin siz bir hissəyə vuruladınız. Məndə bir sual yarandı. Dediniz ki, daha öncəki zamanlarda heyvanları müxtəlif vasitələrlə işarələyirdilər bunların tanınması üçün. Qulaq birkası, məsələn, xüsusi mikroçiplərdən istifadə olunur. Hazırda da olunur, səhv eləmirəmsə. Elə deyilmi Yavər bəy? Bunların fərqini izah eləməyi istəyirəm. Demək, keçmişdə heyvanlara müxtəlif rəngli boyalar var. Bəli. Hətta xatırlayırdıq. Bəli. Qulaqlarına müxtəlif, indi də vuranlar var. Bəli. Qulaqlarına müxtəlif cürə kəsiklər edirdilər. Hətta döymə, yəni belə indiki dillə desə tato kimi bir belə bir fərqləndirmə üsullarından istifadə edirdilər.
Ancaq bu günləri müasir identifikasiya vasitələri var. Bunlar vizual qulaq birkalardır. Yəni heyvanın hər iki qulağına vurulur. Bəli. Ön və arxa hissədən ibarətdir hər biri və üzərində nömrə yazılır. Bəli. Və heyvan sağlamlığı və rifahı üçün nəzərdə tutulmuş xüsusi materiallardan hazırlanır və müvafiq standartların tələblərinə cavab verən bir vizual qulaq birkasıdır. Yəni vizual qulaq birkası dedikdə, yəni gözlə görünən, Bəli. heyvanın hər iki qulağına taxılan və üzərində nömrə və ştrik kod olan bir birkadır. Digər bir identifikasiya vasitəsi radio tezlikli identifikasiya vasitəsidir. Bu fikir versəniz, əsasən biz bəzi aqroparklarda bunu görə bilərik və televiziyada xarici ölkələrdə fermer təsərrüfatlarını göstərəndə də biz onu görürük. Orada deməli biri yumru formadadır. O birisi isə bizim ənənəvi vizual qulaq birkasındadır. Həmin o yumru dairəvi formada olan radio tezliklidir. Onlar xüsusi cihaz vasitəsilə məsafədən oxuna bilir. Yəni heyvana yaxın getmədən, məsəl üçün 50-60 sm məsafədən xüsusi oxuyucu vasitəsi ilə bu oxudub heyvan haqqında məlumatı, informasiyanı bazadan çəkmək mümkündür. Çox gözəl. Və bir də var mikroçiplər. Bunlar da radio tezliklidir və heyvanın boyun nahiyəsinə vurulur, xüsusilə atlarda və dəvələrdə. Ancaq bu gün bizim Azərbaycanımızda demək, belə mikroçiplərin vurulması üçün xırda buynuzlu heyvanlar da var. Onların qulaq heyvanı kiçik olan bizim Qarabağ sortudur, Qaradulaq sortudur, Bozaq sortudur. Bu qoyunların identikləşdirilməsinə təyinat mikroçipdir. Məhz buna görə də biz deyə bilərik ki, bu günləri texnologiya inkişaf etdikcə daha müasir, daha yeni identifikasiya vasitələri çıxır. Hətta nisbətən bahalı identifikasiya vasitələri var ki, peyk vasitəsini heyvanı izləmək də mümkündür. Nə gözəl. Əlbəttə ki, müasir texnologiya inkişaf elədikcə bu cür üsullarda artır. Mən çox şadam. Əslində bu haqda mənim də məlumatım yox idi. Mənə də çox maraqlı gəldi. Mən istəyirəm əsas məsələyə vurğulayaq bugünkü çıxışımızı. Heyvan bazarlarındakı vəziyyət. Ümumiyyətlə heyvan bazarlarına bağlı məncə əminəm ki, mənə olduğu qədər bütün insanlara bu hissə maraqlıdır. Heyvan bazarlarında identifikasiya olunmamış heyvanların girişinə qadağa olacaqmı? Ya da onların identifikasiya olunmamış heyvanların ümumiyyətlə girişinə icazə varmı? Yəni orada satışını həyata keçirmək mümkündürmü? Mən məsələyə biraz kənardan yaxınlaşmaq istəyirəm. Əlbəttə, buyurun. Deməli, birincisi biz heyvanın identifikasiya vasitəsi ilə onun xəstəlik durumunu öyrənirik. Əlbəttə. Və əgər heyvan hərəkət edirsə, bir təsərrüfatdan digərinə gedirsə və oradan da başqa bir yerə ötürülürsə, deməli xəstə heyvan təmasda olur. Bəli, əlbəttə. Deməli təmasda olursa, deməli bu xəstəlik yoluxdura bilər. Bəli. Deməli bizə heyvanın izlənilməsini təmin etmək üçün yeganə vasitə kimi, alət kimi identifikasiya əhəmiyyətlidir. Çox əhəmiyyətlidir, bəli. Bazar nədir? Heyvan satışı bazarını gətirək gözünüzün qabağına. Heyvanların sıx toplaşdığı bir hub formasında olan bir məkandır, ərazidir. Heyvan ora satışa gəlir, ya satılır, özgəninkiləşdirilir, başqa bir təsərrüfata gedir və yaxud da ki, satılmır, geriyə qayıdır öz təsərrüfatına. Deməli, əgər heyvan xəstədirsə, oradakı heyvanları xəstələndirir, istəyir geri qayıtsın, istəyir digər təsərrüfata getsin. Əgər sağlamdırsa, gedib xəstə heyvanla təmasda olur, öz təsərrüfatına xəstəlik gətirir. Deməli, heyvan bazarları yoluxucu xəstəliklərin yoluxması riski yüksək olan ərazi hesab olunur. Bu cür məkanlarda baytarlıq sanitariya normalarına əməl edilməməsi və effektiv baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməməsi epizodoloji vəziyyəti nəzarətdən çıxara bilər. Bu da ölkə iqtisadiyyatına çox ciddi zərər vura bilər. Siz belə dedikcə mən də beynimdə canlanmağa başladı və düşündüm ki, burada əslində sahibkarlara çox böyük bir öhdəlik və məsuliyyət düşür. Digər sahibkarların da təsərrüfatlarına nə qədər zərər yetirir. Biz belə düşündüyümüz zaman sürətli həmin bazarlarda əslində o bazarlar sırf yoluxma mənbəyinə çevrilə bilər. Elə deyilmi? Məhz oradakı vəziyyətin vaxtı ilə qənaətbəxş olmaması, bazarlardakı infrastrukturun mövcud vəziyyətinin müasir tələblərə cavab verməməsi səbəbindən
həmin bazarların, yəni heyvan satışı bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Məlumatınız da Bəli, var. bəli, var. Gəlin, Və onların qarşısında üzr istəyirəm. Bəli. Onların qarşısında biz tələb qoyduq. Ki, Qida Təhlükəsizliyi Agentliyinin 50 saylı kollegiya qərarı var. Bəli. Yəni heyvan bazarlarına dair baytarlıq sanitariya və normalarının təsdiq edilməsi haqqında həmin o qərarın tələbləri var. Onu icra etmək lazımdır. Bəli. Onu icra etdikdən sonra həmin bazarların açılmasına razılıq verildi və həqiqətən də icra təmin edildi. Bu günlərdə bazarlar fəaliyyət göstərir. Bəli. Əgər bazar fəaliyyət göstərirsə, deməli müvafiq infrastruktur artıq yenilənib və müasir tələblərə cavab verir. Bəli. Və biz də baytarlıq nəzarət tədbirlərini həyata keçirə bilərik artıq. Bəli, Yavə bəy, çox gözəl. Bir şey vurğuladınız. Deməli, qeyd ediləcək ki, həmin heyvan bazarları artıq fəaliyyətini yenidən bərpa edib və hazırda orada yaxşı baytarlıq nəzarət tədbirləri hansı şəkildə həyata keçirilir? Demək, artıq baytarlıq nəzarəti tədbirləri həyata keçirmək üçün infrastruktur ona imkan verir. Belə ki, bazarların girişində heyvanların sağlamlıq durumuna nəzarət olunacaq. Burada həm termometriya var, onların temperaturu, Kim tərəfindən olacaq? Və identifikasiyası yoxlanılacaq. Çünki identifikasiya heyvan sağlamlığının özündə əks etdirən bir göstəricidir, bir alətdir də, bir informasiyanın çəkilməsi üçün bir nömrədir. Biz həmin identifikasiya nömrəsi vasitəsilə heyvanın sağlamlıq durumunu öyrənə biləcəyik. Və əgər heyvan xəstədirsə, biz onu artıq bazara buraxmayacağıq. İndi sual olunur ki, əgər heyvanın identifikasiya nömrəsi yoxdursa, onda necə olacaq? Bəli, heyvanın identifikasiya nömrəsi yoxdursa, əgər biz o heyvan haqqında məlumat əldə edə bilmiriksə, biz o bazara buraxmayacağıq. Və beləliklə də artıq heyvan mülkiyyətçiləri və təsərrüfat sahibləri bilməlidirlər ki, identikləşdirilməmiş heyvanların bazara girişinə məhdudiyyətlər tətbiq olunacaq. Və bazar iştirakçıları, sahibkarlar, eyni zamanda heyvan mülkiyyətçiləri öncədən tədbirlər görməlidirlər. Heyvanlarını identikləşdirməlidirlər və əmin olmalıdırlar ki, bazara gətirdikləri heyvanın artıq identifikasiyası və qeydiyyatı mövcuddur. Bəli. Yavə bəy, biz identifikasiyanın önəmindən bəhs elədik və bunların risklərindən də danışdıq. Gəlin son olaraq qeyd eləyək ki, bu identifikasiyanın qida təhlükəsizliyi ilə necə bir əlaqəsi var? Deməli, ümumiyyətlə, identifikasiyanın ən böyük əhəmiyyəti heyvan xəstəliklərinin izlənilməsi, yayılmasının qarşısının alınması və epizodoloji vəziyyətin nəzarətə saxlanılması üçün çox mühüm əhəmiyyəti var. Və bunun ən ana əhəmiyyəti budur. Bilirsiniz ki, qida təhlükəsizliyinin, deməli, qida təhlükəsizliyi zəncirinin fermadan süfrəyə bir konsepsiyası var. Və bu konsepsiya bizə ilkin istehsaldan tutmuş süfrəyə qədər olan heyvan mənşəli məhsulların izlənilməsinə imkan verir. Və burada izlənməni təmin etmək üçün hansısa bir indikator lazımdır, bir göstərici lazımdır və əlbəttə ki, bu da identifikasiya nömrəsidir. Yəni heyvana verilmiş fərdi nömrədir. Bəli. Və bundan əlavə bilirsiniz ki, zoonoz xəstəliklər, yəni heyvandan insana keçən xəstəliklər, bu çox təhlükəlidir. Yəni insan sağlamlığı üçün təhlükə yaradır və xəstəliyin vaxtında aşkarlanması, onun lokallaşdırılması, yayılmasının qarşısını almaq üçün də mütləq identifikasiya lazımdır. İndi başqa bir sual çıxır ortaya. Bəs bunun ölkədə makroiqtisadi səviyyədə əhəmiyyəti nədən ibarət? Bilirsiniz, bu günləri ölkəmizin ərzaq təhlükəsizliyi mütləq şəkildə nəzarətdə saxlanılır. Və bizim qida məhsullarının içində yüksək faiz dərəcəsi olan da heyvan mənşəli məhsullardır. Və bura iri buynuzlu, xırda buynuzlu heyvanların baş sayda mühüm əhəmiyyət daşıyır bu məsələdə. Bəs identifikasiya burada nə kimi rol oynayır? Əlbəttə ki, uçot, qeydiyyat və sayın dəqiqləşdirilməsi, dürüstləşdirilməsi. Məhz dürüst, dəqiq say olduğu halda ölkədəki ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər görülə bilər. Bilinə bilər ki, bu günləri bizim ehtiyatımız nə qədərdir? İdxala ehtiyacımız var, yoxsa yoxdur? Və əlbəttə ki, bu yenə də bir mühüm əhəmiyyət daşıyır. Və başqa bir maraqlı məsələ də var. Heyvan itdikdə onun tapılması üçün mütləq identifikasiya nömrəsi lazımdır. Çünki biz söhbətimizin əvvəlində də mən sizə bildirdim ki, zamanında identifikasiyadan mülkiyyət hüququnun tanınması kimi istifadə ediblər. Bəli, əgər bu günləri heyvan itibsə, onun deməli üzərində mülkiyyət hüququna sübut kimi identifikasiya nömrəsindən istifadə oluna bilər. Və üzümü buradan sahibkarlara da, heyvan mülkiyyətçilərinə də elə bizə qulaq asan
dinləyicilərə də, tamaşaçılarımıza da onu bildirmək istəyirəm ki, siz dövlətin kənd təsərrüfatına ayırdığı subsidiyalardan, digər imtiyazlardan yararlanmaq istəyirsinizsə, mütləq heyvanlarınızı identikləşdirməlisiniz. İdentikləşdirilməyən, qeydiyyata alınmayan heyvan haqqında siz hər hansı bir tələb, təklif formalaşdıra bilməzsiniz. Tamamilə. Bu identifikasiyanın əvəz olunmaz əhəmiyyətləridir. Birincisi qanunla tənzimlənir, məcburidir və belə deyək də hər bir vətəndaşın, kəndlinin, təsərrüfat sahibinin, fermerin iqtisadi və hüquqi məsuliyyətidir. Göründüyü kimi birimizin məsuliyyəti əslində hər birimiz üçün önəmlidir və hər zaman da deyirik ki, qida təhlükəsizliyi ortaq məsuliyyətimizdir. Hörmətli dinləyicilər, unutmayaq ki, heyvanların identifikasiyası həm heyvan sağlamlığının qorunması, həm də süfrəmizə gələn məhsulların təhlükəsizliyi üçün vacib amildir. Bizimlə olduğunuz üçün təşəkkür edirəm. Növbəti buraxılışlarda görüşənədək. Hələlik.